İslamda uşaqların hüquqları nədir? Ən birinci haqq, hüquq həyat haqqıdır, həyat hüququdur. Hər bir kəsin yaşama haqqı var. Bunu Allah Teala insana bəxş eləyibdir. Həyatı hər bir insana Allah bəxş edib və kiminsə insanın əlindən həyatını alma haqqı yoxdur. Bu bütün beynəlxalq qanunlarda da bu cürdür. Bütün fəlsəfələrdə də bu cürdür. Sağlam düşüncə bunu deyir ki, insanın həyat haqqını kimsə onun əlindən ala bilməz. Dinimiz bu haqqa riayət etməyə əmr eləyibdir. Və xüsusilə də körpə uşaqlara nisbətdə bu cür əmr olunubdur. Hətta uşaq ana bətnindədirsə, onun belə həyatını almaq, yəni uşağı ana bətnində tələf etmək şəriətimizdə bu haramdır. Ki, yaşam haqqını heç kəsin almağa, Allahdan savayı heç kəsin bu haqqı almağa bir səlahiyyəti yoxdur. Və İslamdan öncə, məsələn, cahiliyyət dönəmində Quran-ı Kərim müşriklərin bu əməllərini həmişə qınayır. Allah Teala buyurur ki, وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ بِأَيِّ ذَنْبٍ قُتِلَتْ Diri-diri bastırılan qız uşaqlarından soruşulacaq ki, hansı günaha görə qətlə yetirildilər? Hansı günaha görə onları qətl etdilər, diri-diri bastırdılar? Cahiliyyət dönəmində ərəblərdə bəzi qəbilələrdə bu adət olub ki, qız uşağını özünə ar bilərdi. Qızı olanda gedərdi onu acımasızcasına, qəlbində heç bir mərhəmət olmayaraq gedir onu diri-diri bastırardı. Çox hadisələr baş veribdi cahiliyyət dönəmində. Din gəldi, bunların hamısını aradan apardı İslam. Ki, insan fəqirlik qorxusundan, ya bu cür cahil düşüncələr üzündən kiminsə həyatına, xüsusilə də övladının həyatına qıymamalıdır. Quran-ı Kərimdə bir ayədə Allah Teala buyurur ki, fəqirlik qorxusundan övladlarınızı qətlə yetirməyin. Biz onlara da ruzi veririk, sizə də ruzi veririk. Onları qətlə yetirmək çox böyük günahdır. Başqa bir ayədə, təqribən eyni məzmunludur, amma bu iki ayə arasında incə bir fərq var. Başqa bir ayədə buyurur, fəqirlikdən dolayı övladlarınızı öldürməyin. Biz sizə də ruzi veririk, onlara da ruzi veririk. Birinci ayədə fəqirlik qorxusu var, hələ fəqir deyil insan. Fəqirlik qorxusu var ki, məsələn, mən uşaqlarım sayı çoxalsa, mən necə dolandıracam bunları, necə təmin eləyəcəm bunları, çatdıra bilməyəcəm. Bu qorxu var, bu əndişə var. Buna görə deyir, övladlarınızı tələf etməyin. Biz onların ruzusunu verəcəyik. Allah deyir, onların ruzusuna zamin mənəm. Hələ üstəlik sizin də ruzunuzu verəcəyik. İkinci ayədə isə fəqirlik mövcuddur. İnsan fəqirdir. Bu fəqirlikdən dolayı deyir, öldürmə övladı. Sizin ruzunuzu biz veririk, siz ac qalmayacaqsan sən. Onların da ruzusunu biz verəcəyik. Din gəldi, yaşam həyatını, uşaqların xüsusilə yaşam həyatını təmin elədi İslam dini.